Çiçek yüzler doğan güneş oldu şener. Sen kardeşlik bayrağına dedin özel hey dalgalar. Azerbaycan adlı yurda hayatıma sana kurban. İnanırıq ki, bizim bu tədbirimiz sizin yaddaşınızda xoş təəssüratlarla qalacaq. Bütün müəllimlərimizə minnətdarıq.
ürəkdən təbrik edirəm. Bayrağımız bizim milli qürur mənbəyimizdir, dövlətimizin müstəqillik rəmzidir. Mənim üçün ana dilimizi, bayrağımızı və vətənimizi sevib-sevdirməkdən gözəl, ən şərəfli iş ola bilməz. Bugün şagirdlərimizin aldıqları təhsil onların gələcəyini həll edir. Mən inanıram ki, bu şagirdlərə minnətdaram, onların gələcəyi çox parlaqdır, gələcəkdə ali məktəbə qəbul olub, müəllimlərinin etimadını doğrulacaq, vətənimizə layiqli övladlar olacaq. Bayrağımızla bağlı ən müqəddəs arzum var. Arzu edirəm ki, işğalda olan torpaqlarımız azad olsun, sülh yolu ilə azad olsun və bizim üçrəngli bayrağımız Qarabağ torpağında Şuşada dalğalansın. İnşallah bu gözəl gün uzaqda deyil. Bir daha hamımızı təbrik edir. Son sözü söyləmək üçün bizlər üçün əziz olan, doğma olan insanları səhnəyə dəvət edeyim. Məktəbimizin direktoru Ədalət müəllimə, Gənclər İdman İdarəsinin rəisi Vüqar İskəndərov, məktəbimizin fəxri üzvü Vüqar İskəndərov və Metodiki Şura sədri hamımızın sevimlisi Rohangiz müəllimə. Buyurun səhnəyə.